Salam, hörmətli həmkarlar. Mən Yaqub Reyhan Nadir qızı, Tofiq İsmailov adına 6 nömrəli liseyin musiqi müəllimi, bu günləri sertifikatlaşmaya hazırlaşan müəllimlərə dəstək məqsədi ilə musiqidən test nümunələrini nəzərinizə çatdıracağım. Gəlin başlayaq. Görkəmli bəstəkar Cahangir Cahangirovun kollektivi üçün bəstələdiyi əsər hansıdır? Gəlin biz variantları sizinlə nəzərdən keçirdək. Rast. Biz bilirik ki, Rast muğamı ilə bağlı xor kollektivi üçün deyilmi? Niyazi Tahizadə simfonik muğam bəstələmişdir. Segah muğamı üzərində bəstəkar Vasif Adıgözalov simfonik əsər bəstələmişdir. Şur Fikrət Əmirovun simfonik muğamıdır. Cahargah isə Cahargah xoru var. Xor kollektivi üçün Cahangir Cahangirov Cahargah xorunu bəstələmişdir. Y variantında isə yanımıza salaq. 6-cı sinifdə də bu var. Nazim Əlverdibəyevin Bayatı Şiraz akapella xoru var. Deməli, burada D variantını seçə bilərik. Gəlin yoxlayaq. Bəli, görkəmli bəstəkar Cahangir Cahangirov xor kollektivi üçün bəstələdiyi xor əsəri Cahargah xorudur. Musiqi ensiklopediyasını vərəqləyən tələbə Görüş filmində Şövkət Ələkbərovun səsləndirdiyi mahnıların bəstəkarını müəyyən etmək istəyir. Yadımıza salırıq ki, Şövkət Ələkbərovun ifasında Görüş filmindən Axşam mahnısı var idi. Tələbə hansı bəstəkarın adını qeyd etməlidir? Burada biz Fikrət Əmirovu qeyd edə bilmərik. Çünki o Görüş filminə musiqi bəstələməyib. Fikrət Əmirovun bir neçə musiqi əsəri var ki, o kinofilmə musiqi bəstələyib. Tofiq Quliyev ola bilər bu. Çünki Tofiq Quliyev Görüş filminə musiqi bəstələyib. Onun Bəxtiyar kinofilminə də Nəsimi, sonra Telefonçu Qız kinofilminə bəstələdiyi musiqiləri biz çox sevə-sevə dinləyirik. Ağabacı Rızayeva xeyr, kino musiqisi bəstələməyib. Qara Qarayev bəstələyib, o İnsan Məskən salır. Sonra Cahangir Cahangirovun da var Yenilməz Batalyon filminə musiqiləri. Deməli, burada biz ancaq Tofiq Quliyevi seçə bilərik. Çünki Görüş filminə Tofiq Quliyev musiqi bəstələyib. Böyük qələbə oratoriyasının müəllifi olan görkəmli Azərbaycan bəstəkarını müəyyən et. Böyük qələbə. Bu oratoriyanın müəllifi Cahangir Cahangirovdur. Yadımıza salaq ki, onun Azad operası da var idi, sonra Füzuli kantatası var idi. Gəlin baxaq, düzmü seçdik? Bəli, Böyük qələbə oratoriyasının müəllifi Cahangir Cahangirovdur. Rast muğamı ilə bağlı verilmiş məntiqi ardıcılığı tamamlayın. Üzeyir Hacıbəyli muğamının elmi təhlili bəli etmişdir. Tofiq Quliyev Rast muğamının nota salınması bəli. Niyazi Tahizadənin hansı əsəri var Rast muğamı ilə bağlı? İlk simfonik muğamın müəllifidirmi? Xeyr. İlk simfonik muğamın müəllifi biz bilirik ki, Fikrət Əmirovdur. Rast simfonik muğamının yaradılmasıdırmı? Bəli, Niyazi Tahizadə Rast simfonik muğamını yaratmışdır. Rast adında ilk operanın bəstəkarı deyil. Muğamın ilk qramofon yazısı deyil. İlk muğam triosu da yaradıcısı Niyazi deyil. Deməli, biz B variantını seçməliyik. Bəli, düzdür. Gənc piyanoçu Rəşad yeni bir piyes üzərində işləyir. Not vərəqinin sol yuxarı küncündə bəstəkarın tempo de marşa qeydini görən Rəşad əsərin xarakterini düzgün canlandırmaq üçün onu necə ifadə etməlidir? Biz bilirik ki,
not sətrinin sol küncündə ilk əvvəl açar gəlir, sonra dinamik işarələr və yuxarıda da onun üzərində temp göstərilir. Tempo de marşı marş tempində çalınan əsərlərdir. Gəlin indi variantlara baxaq və sualın məzmununa baxaq. Əsərin xarakterini düzgün canlandırmaq üçün onu necə ifa etməlidir? Deməli, çox sürətli, çevik, qaçaraq. Yox, bu presto ola bilər. Addımlayan ritmlər qətiyyətli. Bəli, ola bilər. Tempo de marşı bu ola bilər. Olduqca yavaş, lirik və həzin bu largodur. Həyacanlı, geniş və ağır bir çox olduqca yavaş, lirik, həzin adaja da ola bilər. Ağır templərdən largo ola bilər. Sərbəst, dəyişkən ritmli bir neçə ritmimiz var. Bu rubato da ola bilər. Gəlin biz düzgün variantı qeyd edək. Zənnimcə bu B variantıdır. Gəlin yoxlayaq. Bəli. Tələbəyə tapşırıq verilir ki, major üç səslisinə istinad edərək şən xarakterli musiqi yaratsın. Bu akordun tərkibi aşağıdakilərdən hansıdır? Tələbəyə tapşırıq verilir ki, major üç səslisinə istinad edək. Major üç səsliləri, məsəl üçün, do'dan qursaq, do, mi, sol, do, mi. Gəlin görək hansı intervaldır. Görürsünüz, variantlarda intervallarla bu akordu tərkib hissələrini soruşur. Məsəl üçün, do'dan quraq. Do ən asandıdır. Do, mi. Do, re, mi tersi olacaq. İndi görək, böyük tersiyadır mı, yoxsa kiçik tersiyadır mı? Biz bilirik ki, tersi üç səsdən ibarətdir. Do, mi tersiyadır. İndi kiçik tersi olur və böyük tersi olur. Kiçik tersiya do, mi bemol olacaq. Böyük tersiya do, mi olacaq. Bir ton yarım kiçik tersi olur. Bir ton, iki ton artıq olur böyük tersiya. Deməli, İlk əvvəl böyük tersi olmalıdır. İndi do, mi, sol, mi'dən sola qədər gəlin görək hansı intervaldır. Mi, fa yarım ton, fa, sol isə bir ton. Deməli, mi, sol, bir ton yarımdır. Biz də bayaq qeyd etdik ki, bir ton yarım kiçik tersiyadır. Gəlin baxaq variantlardan. İlk əvvəl olmalıdır böyük tersiya, sonra kiçik tersiya. Burada iki dənə böyük tersiya ilə başlayan variant var. B variantı və Y variantı. İkinci hissəsinə baxaq. Görək, Y variantı düz variantdır. Böyük tersiya, sonra kiçik tersiya. Do, mi, sol, do, mi. Böyük tersiya, sol isə mi'dən sola qədər isə kiçik tersiya. Bəli. Xalq rəqsləri və onların mənsub olduğu ölkələr arasında uyğunluğu müəyyən edin. İki sütun verilib bizə, araşdırırıq birində, ancaq rəqslərin adları verilib. Qavot, Krakowiak, Bolero, o birisi tərəfdə isə ölkələr verilib. Polşa, İspaniya və Fransa. Biz bu iki sütunu bir-birinə uyğunlaşdırmalıyıq. Birinci seçək, hansı bizə asandırsa, yadımıza düşürsə onu. Məsəl üçün, Bolero biz bilirik ki, ola bilər İspanya. Bəli. Krakowiak çünki Polşadır. Qavot da onda Fransa olacaq. Deməli, baxaq. Bolero əgər İspaniyadırsa, bu 3B-dir. 3B hansında var? Aha, D variantında. Deməli, o birisi variantlara baxmaq olur. 1C, Qavot, Fransa. Düzdür, 2A. Krakowiak, Polşa. Bolero da İspaniyadır. Seçdim D-ni. Düzdür. D variantı oldu. Bəstəkar Səid Rüstəmovun əsərlərini sadalayan şagird hansı vəhddə səhv edir? Baxaq görək, Səid Rüstəmovun əsərləri burada verilibmi? Süreyya. Bu Səid Rüstəmovun mahnısıdır. Durna. Bəli, bu da Səid Rüstəmovun operettasıdır. Mən sürhə səs verirəm. Bu da
mahnıdır. Seyid Rüstəm aiddir. Altı qızın biri Pəri Xeyr. O Seyid Rüstəmə aid deyil. Bu Nəriman Məmmədov və Tofiq Bakıxanovun bəstəsidir. 5 manatlıq gəlin bəli, Seyid Rüstəmin operettalarına aiddir. Deməli, biz buradan ancaq D variantını seçə bilərik. Bəli. Digər suala keçək. Sinifdə müəllim şagirdə do və la notları arasındakı məsafəni təyin etməyi tapşırır. Tapşırığın doğru cavabı olan bəndi seçin. Do'dan intervalı qurmaq lazımdır deməli. Do'dan gələn interval quraq və la notuna hansı interval düşəcəksə onu təyin edək. Do'dan xalis kvartı, məsəl üçün A variantını quraq. Do kvartı 4 not arasında olan intervala deyilir. Do, re, mi, fa. Do, fa. Bilirik ki, xalis kvarta 2 ton yarımdır. 3 ton yarım. Do, fa. Xalis kvinta, do, mi. Oy. Xalis kvinta, do, sol. Büyük seksta. Seksta 6 not arasında olan intervaldır. Do, re, mi, fa, sol, la. Büyük sekste de olacak do, la ile C variantıdır. Küçük septima olacak do, si bemol. Küçük sekste olacak do, la bemol. Aha. Deməli C variantı düzdür. Eyni bir musiqi cümləsi həm fleytə, həm də trubada ifa etdikdə səslər eyni yüksəklikdə olsa da biz onların arasında asanlıqla bir-birindən ayıra bilirik. Səslərin bu özünə məxsus səs keyfiyyəti necə adlanır? Lad, xeyr. Lad, major və minor ladları var. İntervallar burada musiqi alətləri haqqında danışılır. İntervallar iki səs arasında olan məsafədir. Akord bir neçə səsin birlikdə ifasıdır. Sonra tembr ola bilər. Çünki tembr burada görürsünüz müqayisə də verir fleyta və truba. Onların ifa yüksəklikləri ola bilər, onların ifa xüsusiyyətləri ola bilər. Hansısa tembr fransız dilindən səsin rəngi də deyilir ona. Səsin keyfiyyəti, çalarları, tembri seçmək olar. Bəli, tembrdir. Melodiya isə musiqi əsərinin ən vacib hissəsidir. Musiqi ifadə vasitələrindən biridir melodiya. Duet anlayışı ilə bağlı hansı cümlə yanlışdır? İki musiqiçinin eyni musiqi alətində birgə ifası duet adlanır. Vəli və Tellinin duetində qəhrəmanlar həm oxuyur, həm də rəqs edir. İki musiqiçinin müxtəlif alətlərdə birgə ifası da duet hesab olunur. Bunlar hər iki duetə aiddir. İki nəfərin birgə ifa etdiyi bütün rəqs nümunələri mahnı rəqs adlandırılır. Bunun duetlə əlaqəsi yoxdur. İki nəfər tərəfindən oxunan musiqi nümunəsi duet adlanır. Bəli, burada D variantı düzgün cavabdır. Hansı pillə ladın sabit pillələrinə aid deyil? Ladın sabit pillələri. Burada 7-ci pillə aid deyil. Cavab D-dir. Bəli. Hansı termin növləri qrupuna daxildir? Tempin növləri. Fortissimo temp deyil. Dinamik işarədir. Rubato tempdir. Artıq bu variantı seçmək olmaz. Çünki düzgün deyil. Biri dinamik işarədir, biri tempdir. Mezzo piano da dinamik işarədir. B variantına keçək. Lento, vivace, bəli tempdir. Farşak isə yox. Farşak milizmdir. Adajı tempdir. Andante, bəli, allegrada bax. Bu variant ola bilər. Gəlin digərlərinə baxaq. Presto tempin növüdür, bəli. Çox tez tempdir. Sekunda tersiya yox, intervaldır.
Moderata, bəli. Moderata tempdir, mordent xeyr, milizmdir. Milizmin növlərindəndir. Motet isə xor əsəridir. Dini mövzulu xor əsəridir. Gəlin cavabı seçək. C. Düzdür. Hansı variantda klassik muğamların adı verilmişdir? Gəlin yadımıza salaq klassik muğamların. Rast, Şur, Segah, Cahargah, Humayun, Bayat Şiraz, Şüştər. Deməli, burada Humayun ola bilər, Segah ola bilər. A variantı düzgün variant kimi seçmək olar. B. Zəminxarə, Heydəri yox, Ofşarı, Mənsuriyə, Hicaz, Tərkib, A variantını seçək. Çünki A variantı düzgün variantdır. Bəli. Verilmiş ardıcılıqda növbəti ansambl hansı olmalıdır? Duet, 2 nəfərin ifası, trio, 3 nəfərin ifası, kvartet, 4 nəfərin ifası, kvintet, 5 nəfərin ifası. Bəli. Məntiqi ardıcılıq budur. Düzdür. Solo görürsünüz ki, tək ifadır. 6 nəfərin ifası, 5 nəfərin ifası, ansambl xor. Kvartetdən sonra kvintet gələ bilər. Rimski-Korsakovun Çar Saltan haqqında nağıl əsəri hansı janrdadır? Ümumiyyətlə, Rimski-Korsakov rus bəstəkarıdır və o operetta, ballada, balet və rapsodiya janrlarına müraciət etməmişdir. Ona həm də nağıl bəstəkarı deyirdilər. Daha çox nağıl mövzusuna əsərlər bəstələnmişdir. Onun 15-dən çox operası vardır. Məsəl üçün, Çar Saltan haqqında nağıl, Qarqız, Satko, Mlada. Hətta mən deyərdim, Qızıl Xoruz və Mladada balet səhnələri daha iri həcmlidir, daha çoxluq təşkil edir. Simfonik suitasında biz musiqi dərsliklərindən izləyirik. Şəhrizad simfonik suitasını biz keçmişdik orta siniflərdə. Burada variant D-dir. Rimski-Korsakovun Çar Saltan haqqında nağıl əsəri opera janrındadır. Fuga. Fuga tərkib hissəsi ola biləcəyi janrlar sırasından biri yanlışdır. Biz bilirik ki, fuga çox səsli musiqi əsəridir, polifonik əsərdir. Fuga bir çox musiqi əsərlərinin tərkib hissəsi ola bilər. Bundan əlavə fuga həm tək fuqalar həm tək bir əsər kimi, müstəqil əsər kimi yazılır, həm də preludiyaların tərkibində yazılır. Məsəl üçün, biz Alman bəstəkarı Eogan Sebastian Bach'ın yaxşı temperasiya olunmuş klavirini çalmışıq, hamımız izləmişik. Burada preludiya və fuqalar çoxluq təşkil edir, əsasını təşkil edir bu klavirin. Burada simfoniyanın tərkibində ola bilər. Məsəl üçün, bəzi simfoniyalar var ki, son hissələrində, məsəl üçün, Beethoven'in bir çox son simfoniyasında, simfoniyanın ən son hissəsində fuqadan istifadə olunur. A variantında verilmiş Requiem'də ola bilər. Çünki Requiem xor əsəridir. Oratoriyalarda, kantatalarda ola bilər. Oratoriyada, kantatada xor əsəridir. Oratoriya böyük həcmli, epik musiqili əsərdir. Burada solistlər olur, simfonik orkestr müşahidə edir, xor oxuyur. Kantatada da eyni cür, biraz kiçik həcmlidir kantata. Sonra Requiem kantata deyildi. Muğam ola bilməz. Fuga muğamın tərkibində ola bilməz. Burada D variantını biz seçə bilərik. Y variantı da təkrardır. Oratoriya, simfoniya araşdırdıq. Deməli, D variantını seçirik. Bəli. Qrup təqdimatı zamanı çıxış edən Teymur qeyd edir ki, Segah muğamının müxtəlif növləri var və onlardan biri bəstəkar Tofiq Quliyev tərəfindən nota salınmışdır.
Teymurun bəhs etdiyi muğamı müəyyən edin. Bu Zabul Seygahdır. Aydan piyanoda böyük oktavanın sol notunu çalır. Böyük oktavanın sol notunu çalır. Aha. O Turala deyir, indi isə sən mənim çaldığım notdan 3 oktava sonra, 3 oktava yuxarıda yerləşən eyni adlı notu çal. Deməli, burada o böyük oktava, sonra olmalıdır kiçik, birinci, ikinci. Deməli, böyük oktavdan sonra kiçik oktav olur, birinci oktav olur, sonra da ikinci oktava. 3 dənə 3 oktava yuxarıda yerləşən eyni notu çalmaq ikinci oktavaya düşür. Tural hansı oktavanın sol notunu çalmalıdır? İkinci oktavanın. Çünki bizdə subkontraktava, kontraktava, böyük oktava, küçük oktava, 1, 2. Düzdür. İkinci oktava. Düzdür. 4'te 4 ölçüdə bir xanəni tamamlamaq üçün aşağıdakı variantlardan hansı doğrudur? 4'te 4 ölçüdə bir xanəni tamamlamaq üçün aşağıdakı variantlardan hansı doğrudur? 4'te 4 ölçüdə xanə necə sayılır? Gəlin sayaq. 1 və 2 və 3 və 4 və. Deməli, burada ola bilər bir dənə bütöv not, məsəl üçün. 2 dənə yarım not ola bilər, məsəl üçün. Xanənin içində ola bilər 4 dənə çərək not. Çünki çərək notlar 1 və 1 və 1 və 1 və. Yəni 4 dənə oldu. 8'lik not neçə dənə ola bilər? 8 dənə ola bilər. Çünki hərəsi ya 1 ya da və-yə sayılır. 1 və, 2 və, 3 və, 4 və. Deməli 8 dənə çərək not ola bilər. Gəlin indi baxaq variantlara. Bir yarım pauza və bir dənə çərək pauza. Bir dənə yarım pauza ola bilərsə, onda bu necə sayılacaq? 1 və 2 və. İndi qaldı bizdə 3 və ilə 4 və. Çərək pauza isə adicə 1 və-yə sayılır. 3 və 4 vəmiz qaldı. Deməli, A variantını seçə bilə bilmərik. Çünki xanə tam da olmadı. B variantına keçək. Bir bütöv pauza. Artıq bir bütöv pauzadırsa, 4'te 4 də ölçümüz varsa, deməli biz ancaq 4'te 4 ölçüyə bir bütöv pauzanı saymalıyıq. 1 və 2 və 3 və 4 və. Xanə doldu, axı tam doldu. Bir çörək pauza artıq qaldı. Burada bir xanədən böyükdür. B variantını seçə bilmərik. C variantına keçək. 3 dənə çərək pauza. 3 dənə çərək pauza. Bir dənə çərək pauza 1 və-yə sayılır. Baxaq. 1 və, 2 və, 3 və. Qalıb 4 vəmiz. 2 dənə 8'lik pauza. Bəli, 8'lik pauzanın birisi 1'ə ya da və-yə sayılır. Deməli, 2 dənə olduğuna görə olacaq 4 və və. Deməli, C variantı tam doldu xanəmiz. 3 dənə çərək pauzamız elədi. 1 və, 2 və, 3 və. 8'lik pauzamız da oldu 4 və. C variantı düz variantda seçə bilirik. Gəlin o birislərinə baxaq. D'də yazılıb 6 dənə 8'lik pauza. 6 dənə 8'lik pauza. Biz dedik ki 8'liklər 4'te 4'ün içində 8 dənə ola bilər. Aha. 6 dənədirsə onda olacaq 1 və 2 və 3 və 4 vəmiz qalıb. Görək orada vədən sonra nə yazılıb? 2 yarım pauza. 2 yarım pauza bir xanədən çox oldu. Yəni 4'te 4 ölçüdən çox oldu. Ona görə D variantını seçə bilmirik. Gəlin Y variantına baxaq. Bir yarım pauza. Yarım pauza 2 və-yə sayılır da. 1 və 2 və. Bizim 2 vəmizdə qalıb. 2 dənə 8'lik pauza. Bir dənə 8'lik ya 1'ə sayılır ya da və-yə sayılır. Sayaq. Bir yarım pauzdan sayırıq. 1 və 2 və. İndi 8'lik 2'dən sayırıq. 3 və
4vəmiz qaldı. Burada isə natamamdır. Ona görə Y variantını da seçə bilmərik. 4-də 4 ölçüdə bir xanəni tamamlamaq üçün aşağıdakı variantlardan ancaq C variantı doğrudur. Çünki 3 çərək pauza 3 və ya hesablanır. 2 8-lik pauza isə 1 və ya hesablanır. Yəni tamamlanır. 1 və 2 və 3 və 4 və deməli C variantıdır. Diqqətiniz üçün təşəkkür edirəm. Hamınızı uğurlar diləyirəm. Sağ olun.